Salam, kanalıma xoş gəlmisiniz. Coğrafiya dim test toplusu xəritə və qlobus mövzusuna davam edirik. 31-ci suala baxırıq. Ümumi coğrafi xəritələr adlanır. Deməli, ümumi coğrafi xəritələrdə bütün coğrafi obyektlər, yəni çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar eyni dərəcədə təsvir edilir. İndi gəlin cavaba baxaq. Yalnız bir komponentin təsvir olduğu xəritələr xeyir. B. Məhəllə verilən komponentlərin eyni dərəcədə təsvir olunduğu xəritələrdir ümumi coğrafi xəritələr. Deməli, 31-ci cavabı B variantı olacaq. 32-ci suala baxırıq. Cədvəldə müxtəlif məntəqələrin coğrafi koordinatları verilmişdir. Bu cədvələ əsasən 21 maddə Azərbaycanla ən az yerli vaxt fərqinə malik olan əraziləri müəyyən edin. Burada məntəqələrin həm coğrafi enliyi verilib, həm coğrafi uzunluğu. Biz yerli vaxtdan danışırıqsa, coğrafi enlik bizə lazım deyil. Biz sadəcə coğrafi uzunluğa baxacağıq. Baxaq görək. Bakı bildiyimiz kimi yerləşir 50 dərəcə şərq uzunluğunda. Azərbaycan da yəni yerləşir şərq uzunluğunda. Deməli, indi baxaq məntəqələrə. 1. 35 dərəcə, 38 dərəcə qərb uzunluğu arası. Yox. Deməli, bu deyil. Birinci deyil, çünki bu qərb uzunluğunda yerləşir. Azərbaycan ölkəsi şərqdə yerləşir, şərq uzunluğunda yerləşir. Bu 1 deyil. Sonra 4 ilə 5-i də çıxırıq, çünki hər ikisi də qərb uzunluqlarıdır. İndi 2-yə baxırıq və 3-ə baxırıq. Bəli, 38 dərəcə, 42 dərəcə şərq uzunluğu, ikinci məntəqə, bir də üçüncü məntəqə 52 dərəcə ilə 55 dərəcə şərq uzunluğu. Bunların yerli vaxtı Azərbaycanla az fərqlənəcək. Ona görə variant olacaq 2 və 3, yəni D variantı, 32-ci cavabı D variantıdır. 33-cü suala baxırıq. Coğrafi uzunluq və coğrafi enlik müvafiq olaraq hesablanır. A. Başlanğıc meridianından və ekvatordan. Bəli, coğrafi uzunluq başlanğıc meridianından və ya Qrinviç meridianında deyirlər buna. Coğrafi enlikdə ekvatordan və ya 0 dərəcəlik paraleldə demək olar. Yəni 33-cü cavabı A variantıdır. 34-cü suala baxırıq. Coğrafi koordinatları 0 dərəcə en dairəsində 0 dərəcə uzunluqda olan məntəqənin yerləşdiyi ərazi. Bu Qvineya körfəzidir. Gəlin xəritədə baxaq. Bircə dəqiqə. Aha. Burada görmək olar. Qvineya körfəzi. Görürsünüz. Görsənirmi? Aha. Qvineya körfəzi 0 dərəcə en dairəsində yerləşir. 0 dərəcə uzunluqda yerləşir. Baxın, digər xəritədə, fiziki xəritədə bəlkə daha aydın görsənir. Yox, burada təxminən bu ərazidə, yəni bayaq göstərdiyimiz ərazi 0 dərəcə başlanğıc meridianda, 0 dərəcə enlikdə yerləşir. Deməli, 34-cü cavabı C variantıdır. 35-ci suala baxırıq. Nə üçün xəritələrdə təhriflər olur? A. Relyefin müxtəlifliyinə görə. Xeyr, bu səhv cavabdır. B variantına baxırıq. Meridian və paralellərin çəkilməsinə görə. Xeyr, bu da səhv cavabdır. Böyük ərazilər təsvir olunduğuna görə. Aidiyyatı yoxdur. Miqyas kiçik olduğuna görə. Xeyr, Y variantı kürə forması müstəvi üzərinə köçürüldüyünə görə. Bəli, kürə forması müstəvi üzərinə köçürülən zaman xəritədə təhriflər yaranır. 35-ci cavabı Y variantıdır. 36-cı suala baxırıq. Qrenlandiyanın silindrik proyeksiya ilə tərtib olunmuş dünya xəritəsində daha çox təhrifə məruz qalması əlaqədardır. Deməli, silindrik proyeksiyalarda qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman qlobus ekvator xətti boyunca silindrin səthinə toxunur. Həmin o toxunma xəttində təhrif olmadığından bu xətt 0 təhrifli xətt adlanır. Odur ki,
Bu proyeksiyadan ekvatora yaxın ərazilərin xəritələrinin tərtib olunması zamanı istifadə olunur. Ona görə də ekvatordan biz qütblərə doğru getdikcə təhrif artır. Ona görə də Qrenlandiya qütbə yaxın yerləşdiyinə görə təhrifli təsvir edilir. Cavablara da baxırıq. 36-nın cavabı Y variantıdır. Coğrafi qütbə yaxın yerləşməsi ilə. Baxaq burada, görsənirmi? Bəli, coğrafi qütbə yaxın yerləşməsi ilə variant Y variantı olacaq. Keçdik 37-ci suala. Xəritənin miqyası kiçildikcə ümumiləşdirmə necə dəyişir? Biz bilirik ki, miqyas kiçildikcə ümumiləşdirmə artır. Yəni, ixtisar olunan obyektlər çoxalır. Atılır da, yəni ixtisar edilir. Bir çox obyekt ixtisar edilir, atılır. Ona görə də miqyas kiçildikcə generalizasiya və yəni ümumiləşdirmə artır. 37-nin cavabı A variantıdır. 38-ci suala baxırıq. Xəritənin miqyası kiçildikcə məhəldəki obyektlərin təsvir olunma dəqiqliyi necə dəyişir? Yenə eyni tipli sualdır. Yəni dəqiqlik azalır. Çünki daha böyük ərazi təsvir edilir. Bəli, 38-ci cavabı A variantıdır. 39-cu suala baxırıq. Böyük miqyaslara aid olanları seçin. 1 bölünsün 250 mi? Biz nə demişdik? 1 bölünsün 200 minə qədər olanlar böyük miqyaslıdırlar. 1 aid deyil. 1 bölünsün 50 min. Bəli, 2 aiddir. 1 bölünsün 25 min 4 aiddir. 1 bölünsün 100 min 5 aiddir. 2, 4, 5. Y variantı. 39-cu cavabı Y variantı. 40-cı suala baxırıq. Xəritələrin riyazi əsasına görə aşağıdakılardan hansıları müəyyənləşdirmək mümkündür? Deməli, yer kürəsini müstəvi üzərində daha dəqiq təsvir etmək üçün xəritənin riyazi əsasından, yəni dərəcə torundan, miqyasdan, kartoqrafik proyeksiyalardan istifadə olunur. Yəni, indi gəlin baxaq. Bir məsafə, bəli, aiddir. 4 coğrafi koordinat, bəli, aiddir. 1 və 4. 40-cı cavabı B variantıdır. Keçdik 41-ci suala. Xəritədə hansı təhriflər olur? Xəritədə sahə, məsafə, bucaq və forma təhrifləri var. Ona görə 41-ci cavabı da C variantıdır. 42-ci suala baxırıq. Ekvatordan qütblərə doğru paralellərin uzunluğunun azalma səbəbi. A variantı paralellərin çevrə formasında olması, xeyr. B yerin kürə formasında olması. Bəli, gəlin bunu hətta atlasda baxaq, atlasımıza daha aydın görsənir burada. Baxın, yer kürə formasında olduğu üçün həmin bu paralellər qütbə doğru getdikcə uzunluğu azalır. Görürsünüzmü? Ekvator ən uzun paraleldir. Görsənir aydın qlobusda. Getdikcə görürsünüzmü? Azalır. Yəni, bu yerin kürə forması olması ilə əlaqəlidir. Burada tam aydın şəkildə görsənir. Yəni, 42-nin cavabı B variantıdır. 43-cü suala baxırıq. Ekvatordan qütblərə doğru paralellərin 1 dərəcəlik qövsünün uzunluğunun azalma səbəbi. Bu da eyni sualdır. Yerin kürə formasında olması A variantı. 44-cü suala baxırıq. İrkutsk şəhərindən şimal coğrafi qütbünə qədər olan ən qısa məsafənin neçə kilometr olduğunu təyin edin. Gəlin bunu burada edək. İrkutsk deməli 53 dərəcə şimal dairəsində yerləşir. Şimal coğrafi qütbü 90. Biz məntəqələr eyni yarımkürədə yerləşən zaman onları çıxırdıq. Yəni 90-dan 53-ü çıxacaq. O da edəcək neçə? 37. 37 dərəcə fərq var. Yenə bizim meridian üzrə 1 dərəcə 111 kilometrə bərabər olduğu üçün vurarıq həqiqi məsafəni tapmaq üçün 37-ni vurarıq 111-ə. O da edəcək 4107 kilometr. Cavab C variantıdır. 44-cü sualın cavabı C variantı. Keçirik 45-ci suala.
45-ci sual. Aşağıdakı xəritələrin miqyaslarına əsasən tiplərini müəyyən edin. 1 bölünsün 50 min. Nə demişdik? 1 bölünsün 200 minə qədər olanlar böyük miqyaslıdır. Deməli, 1 böyük miqyaslıdır. 2. 1 bölünsün 750 min. 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər olanlar orta miqyaslı. 1 bölünsün 1 milyondan daha kiçik olanlar kiçik miqyaslıdır. Deməli, 1 böyük, 2 orta, 3 kiçik olacaq. Variantlara baxırıq. Y variantı 1 böyük miqyaslı, 2 orta miqyaslı, 3 kiçik miqyaslı. Deməli, 46-cı suala baxırıq. Miqyası 1 bölünsün 50 milyon olan qlobusda 40 dərəcəlik paralellə ekvator arasında meridian qövsünün uzunluğu neçə santimetr olar? Deməli, ekvatordur bu. Bu da 40 dərəcəlik paraleldir. Da ekvatorumuz. Biz meridian boyu hərəkət edəcəyimizdən 40 dərəcəni vurmalıyıq 111-ə. Ki, həqiqi məsafəni tapaq. O da edəcək neçə? 4440 kilometr. Nə deyir? Miqyası da verib. Miqyası da sadələşdirəndə 5-0 atırıq. 500 edir. Miqyasımız 500 oldu. 500 kilometr. Xəritədəki məsafə bərabərdir 4440 həqiqi məsafətdə bu kilometr. Bölünsün 500-ə miqyasa. O da bərabərdir 8,88 santimetr. 46-nın cavabı D variantıdır. 47-ci suala baxırıq. Kartoqraf yeni bir tematik xəritə tərtib etmək qərarına gəldi. O, bu məqsədlə müxtəlif rəng çalarlarından istifadə etməklə ovalıqları yaşıl, dağlıq əraziləri tünd qəhvəyi rənglə təsvir etdi. Xəritənin tərtibində hansı təsvir üsulundan istifadə edilib? A. Keyfiyyət fonu. Bəli, bu keyfiyyət fonu üsuludur. Keyfiyyət fonu üsulu nədir? Keyfiyyət fonu üsulu təsvir olunan ərazini hansısa keyfiyyət əlamətinə görə fərqləndirmək üçün tətbiq olunur. Siyasi xəritələrdə ölkələrin əraziləri, fiziki xəritələrdə relyef vahidləri, bizdə də fiziki xəritədəki relyef vahidlərindən danışır. Yəni, bu keyfiyyət fonu üsuludur. Eyni zamanda iqlim xəritələrində yağıntıların paylanması bu üsulla göstərilir. Gəlin, hətta xəritədə daha ətraflı baxaq dediyimizə. Baxın, misal üçün, Cənubi Amerikanın biz siyasi xəritəsinə baxırıq. Dövlətlər həmin keyfiyyət fonu üsulu ilə burada göstərilib. Yəni, müxtəlif rəng çalarlarından istifadə edilib. Bu keyfiyyət fonu üsuludur. Və ya fiziki xəritə açaq bir dənə. Baxın, Cənubi Amerikanın fiziki xəritəsi. Bax, bizdə bundan söz açır. Müxtəlif rəng çalarlarından istifadə etməklə ovalıqları yaşıl, baxın, bura ovalıqdır, yaşıl, dağları tünd qəhvəyi rənglə təsvir edib. Yəni, bu keyfiyyət fonu üsuludur. Burada da keyfiyyət fonundan istifadə edilib. Dağlar qəhvəyi rəngin çalarları ilə, ovalıqlar, düzənliklər yaşıl rəngin çalarları ilə təsvir edilibsə, bu artıq keyfiyyət fonu üsuludur. Deməli, 47-nin cavabı A variantıdır. 48-ci suala baxırıq. Sxemi tamamlayın. Həm böyük, həm də kiçik miqyasda təsvir olunur. Generalizasiyaya məruz qalır. Təhrifli, lakin riyazi əsaslı təsvir vasitəsidir. Bu, xəritədir. 48-ci cavabı C variantıdır. 49-cu suala baxırıq. Bakının yerləşdiyi N dairəsi. Bakı 40 dərəcə şimal N dairəsində yerləşir və təqribən onunla eyni-eynikdə olan şəhərlər. Baxın, bu cavab C variantıdır. Pekin, Ankara, Madrid, New York. Gəlin, xəritədə də bunu göstərək ki, bizə daha aydın olsun. Siyasi xəritəni açaq. Bir dəqiqə mən siyasi xəritəni açım. Açdım. Baxın, görək şəhərləri deyir. Pekin. Bax, görək Pekin 40 dərəcə həqiqətən şimal N dairəsində yerləşirmi? Baxırıq bura. Görürsünüz. 40 dərəcə şimal N dairəsində Pekin. Həqiqətən 40 dərəcə şimal N dairəsində yerləşir. Bakı da burada yerləşir 40 dərəcə. Sonra hansı şəhər deyib? Ankara. Baxın, Ankara da 40 dərəcəli şimal N dairəsindədir. Görürsünüz.
Bu enlikdə yerləşən ölkələr Ankara, Madrid. Baxın, Madriddə təxminən həmin 40 dərəcəlik enlikdə yerləşir. New York. New York artıq digər tərəfdədir. Baxaq bura. New York. Təxminən yenə 40 dərəcəlik paralelin üzərindədir New York şəhəri. Belə. Keçirik 50-ci suala. Bu video üçün sonuncu sualdır bu. Kiyev, Sinqapur, Yakutsk şəhərləri müvafiq olaraq Bakıdan hansı istiqamətdə yerləşirlər? Gəlin bunu da xəritə üzərindən işləyək. Deməli, Kiyev. Kiyev buradadır. Bakı buradadır. Hansı istiqamətdə yerləşir? Biz buradan bura xətti çəksək, görərik ki, şimal-qərb istiqamətində yerləşir. Variantlara baxırıq. D variantı uyğundur. Şimal-qərb, Sinqapur, cənub-şərq. Gəlin, baxaq ona da. Sinqapur buradadır. Bakıdan həqiqətən də cənub-şərq istiqamətindədir. Sonra Yakutsk. Yakutsku da tapaq. Baxın, Yakutsk buradadır. Görsənirmi? Burada, Yakutsk. Şimal-şərqdədir Bakıdan. Biz xətti çəksək, görərik ki, istiqamət şimal-şərqədir. 50-nin də cavabı oldu D variantı. Bu video üçün bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. Sağ olun.